Əziz oğlum, ey bahar ümidim, ümid edirəm ki, külək kimi axtarışda və işıq kimi zülmətləri aralayan olasan. İstəyirəm ki, dəniz olasan, köpük deyil. Pənahı olmayan çayların və yağış damcılarını öz sinəndə qərar verəsən. Öz lütfünlə hamını bəhrələndirəsən. Dəniz kimi ol ki, batinin zahirindən yaxşıdır. Köpük kimi olma ki, zahiri bəzənmiş və batini xarabdır. Batininə riya pərdəsi çəkmişdi, ona görə də aqibəti pisdir. Meh pərdəsini çırar, külək abırını aparar. İstəyirəm ki, dağlardakı güllər kimi olasan. Uzaq yerlərə səpələnərlər ki, ətri ilə pərişan qəlbləri və qəmli canları sevindirsinlər. Məbada şölə kimi öz ətrafına dolanasan. Görmürsənmi ki, şölə təkəbbürü özündən uzağı və yaxını yandırar, fəzanı qaraldar. Kamala çatmağa ən böyük maniyə günaha bulaşmaqdır. Günahdan hər nə qədər uzaq olsan, Allaha yaxın olarsan. Günahı hər nə qədər tərk etsən, Allahın rizasını daha çox cəlb edərsən. Hər bir günah Allaha cəsarət etməkdir. Bu qədər cəsarətə necə dözürsən? İmam Səccadın tövbə duasını oxu. Düşün və oxu, yenə oxu. Bax gör, günah onun gözündən nə qədər əzim və böyük idi. Həzrət buyurur, əllərimi sənə qarşı o qədər uzadaram ki, qollarım bədənimdən qopar. Əgər qarşında üzr istəmək üçün rükuya gedərəm, rükunu o qədər uzun edərəm ki, belim sınar. Əgər bir ömür boyu işlətdiyim günahlarıma görə çörək və suyun yerinə torpaq yesəm, bununla belə yenə də bir günahın bağışlanmasına layiq olmaram. Oğlum, heç bir günahı işlətməyi özünə icazə vermə. İstər az olsun, istərsə də çox. Hər günah Allahla müxalifət etməkdir. İmam Əli əleyhissalam buyurur, günahın ən çətini o günahdır ki, günahkar onu kiçik hesab edər. Məgər böyük dağların kiçik daşlardan və dənizlərin yağış damcılarından əmələ gəldiyini bilmirsənmi?